Volkswagen'i Mercedes-dən üstün tutur ustamız. Bəli. Amma ən sadəsi 1 milyon gedən Volkswagen çox az olur, amma Mercedes çoxdur deyir. Söhbət avtomobilin 1 milyon, 2 milyon getməyindən getmir. Yəni mən avtomobili az sürürəm. Yanımızda işləyən usta yoldaşın rayonda toyu idi, ora getmişdi. Aha. Toydan qaydanda mən onlara göstərdim ki, Volkswagen necə olur. Onlar heç biri mən elədiyim şeyi o trasta eləyə bilmir. Neydən Çünki mən Volkswagen də sürmüşəm. Bəli. Mercedes də sürmüşəm. Mənə görə, qiymətinə görə, sürülmə tərzinə görə, sürüş tərzinə görə Volkswagen daha mənə çox qulaq asır, nəinki Mercedes. Məsəl üçün nə edir? Yəqin çevikliyinə görə deyir ki, sürətini gətir də. Dinamikası, yolu tutuş, məsəl üçün belə deyək də 150, nə bilim 170, 180 indi o sürətlər bu ölkədə sürməmişəm. Furan yanından keçəndə Mercedes-lə ya Hyundai Kia ilə keçəndə ikinci palasada gedəndə Furan keçəndən sonra görürsən ki, üçüncü palasadasan. Ya məsəl üçün həmin sürətdə qabağa manevr çıxanda, yəni mən rahat şəkildə ötmə əməliyyatını eləyib vəziyyətdən çıxa bilirəm. Yəni arxaya inəm ki, maşına sürüşməyəcək.